Nə oldu sənə? Əllərini kəsdi, ayağı kəsdi, yəni səs salmadın, qorxmadın, indi qorxursan dilini deyəndə. Deyir ki, istəmirəm ki, mən öləndə Allah zikir etməyə ölüm. Ona görə. Və deyir, alnında səcdən yeri bilinirdi uzaqdan. Lənəhullah, Allah onu lənət etsin. Və sonra şeyx rahiməhullah subhanallah görürsən iblis necə bəzədir yolu. Əmir-i mümini öldürür, hələm özünü haqq sayır. Sonra rahiməhullah buyurur ki, və o vaxt ki Həsən radiyallahu anhu istəyir ki Muaviyə ilə sülh bağlasın, xavariclərdən biri Cərrah ibn Sanan çıxır və Həsəni orada yaralayır. Deyir ki rahiməhullah, hələ indiyəcəndir xavariclər əmirlərə qarşı çıxırlar. Və onların məzhəbləri var, müxtəlif məzhəbləri. Və məsələn, Nafi ibn Əzraqın arxasınca gələnlər deyirdilər ki, biz müşriklərik, əgər müşriklərlə bir yerdə yaşayırıqsa. Əgər müşriklərik, biz müşriklərik, əgər müşriklə yaşayırsansa, müşriksən. Gələk müşrikə qarşı çıxasan. Çıxsaq, əmirlərə qarşı, əmir sahibinə qarşı onda müsəlman olacaq. Yəni, əgər Allahın hökmlə hökm verilmirsə, sən gələk çıxasan. Çıxmırsansa, sən də müşriksən. Subhanallah. Deyir ki, sonra bəziləri deyirdilər ki, kim bizə müxalifdir, müşrikdirlər, qanları halaldır. Ona görə deyir İbn-i Cəvzi rahimehullah, qadınları, uşaqları da öldürürdülər, halal görürdülər. Ona görə teröristlər görmürsə indi də, baxdadılar, fikirləşmir qadın, uşaq, xavariclərdir ona görə. Düzdür, bunlara çatmazlar, əllərini kəsirdilər ayaqlarını, lakin Quran oxuyurdu. Bunlar oxşayırlar, indikilər oxşayırlar. İndi xavaric deyəndə, yəni oxşayırlar. Həmçinin Şeyx Rahmanullah buyurur ki, sonra elə zənn etdilər ki, böyük günah sahibi kafirdir. İbrahim Nəxəy deyir ki, xavariclər kafirlərdir. Lakin sələf deməyib onları kafir. Hətta İbn Teymiyyə kafir saymır onları. Onlar asidirlər. Lakin hədis, hansı ki deyir, onlar oxun yayı kimi, yayın necə ox yayından çıxmır, o cür çıxırlar. Lakin o demək deyil, dindən çıxırlar. Lakin onu deyil, din kamil deyil onlarda. O mənadadır. Bu hədis dəlil deyil, onlar kafirdirlər. Bu hədis dəlildir ki, onlar kamil deyil, dinləri, naqis dindədirlər. Aydındır, əhl-i-sünnə və cəmaət deyir, ha? Yəni əhl-i-sünnədən çıxırlar, əhl-i-sünnə deyil. Sonra Şeyx Rahimullah buyurur ki, bunlar barədə söhbət çoxdur, əcaib söhbətlər. Əcaib söhbətlər. Lakin istəmirəm, uzadım onlar barədə söhbəti. Birinci şərəf olar həmçinin. Ki, fəqət məqsədim burada bəyan etməkdir ki, necə o axmaqlara iblis vəsvəsə verib, bəzədib olan yolların. Deyir, subhanallah, deyir, ona bax. Deyir, özləri Əli bin Əbi Talib xəta sayırdılar, mühacir ənsallar xəta və elə zənn edirlər ki, onlar savabdadırlar. Və deyir, fikir ver İbn-i Mulcəmə, la'nuhumullah, İbn-i Mulcəmə. Deyir, istəmir ki, ölsün, Allah zikir etməyə. Amma deyir, Əli bin Əbi Talib deyir, qanun halal göldü. Deyir, subhanallah, buna bax. İstəyir ki, öləndə zikr edə ölsün, amma Əli bin Əbi Talib əmin-ül müminini halal gördü, yəni qanun. Yəni ki, ziddiyyətə bax. Və sonra Şeyx Rahimullah davam edir. İndi keçəcək olan rəylərinə. Lənəhumullah. Allah subhanət hala inşallah bizi bu cür firqələrdən qorusun, zəlalət əhlindən. Və həmçinin bunlara oxşayanlardan da. Və həmçinin bizim səhvlərimizi də onlara oxşayanlardan təmizləsin yanalarım. Allah bilir. İbn-i Cəvzi Rahiməhullah buyurur. Xavariclə davam edir. Sonra deyir, olan sifətlərindən onlar məşhurdular müsəlmanlara qarşı tənləri. Yəni, müsəlmanlara qarşı silah qaldırmağı. Bu əməldə məşhurdular. Yəni, həmişə görürsən, xavariclər çox vaxt müsəlmanlara qarşı silah qaldırıb, əl qaldırıb. Ya da xavaric deyəndə, yəni, Əli bin Əbi Talibin vaxtındakı onlardan söhbət gelmir. Söhbət minhəcdən gedir, minhəc. Yəni,
müəyyən firqələr var, təkfirçilər və s. İxvanlar. Onlarda olan minhəc bəzi məsələləri özü mühüm məsələlərdir, böyük məsələlər. Xavariclərin minhəcinə oxşayır. Ona görə xavaric deyəndə, yəni, onlar başa düşmür ki, olardır, yəni Əli ibn Əbi Talib vaxtındakı. Əksinə, onlar da öl, onlar ola bilməz də, onlar mərd idilər. Sən kəsirdi, ayağını vecini də öldü. Allah zikirlirdi. Və açıq aydın əqidələrini bəyan edirdilər. Və söhbət gələndə, yəni onlara oxşayanlar, müəyyən məsələlər, o məsələlərdə ki, oxşayırlar, o məsələdə əhl-i sünnə və cəmaə əqidəsində, minhəcində böyük məsələlər də olar. Məsələn, kafir məsələsi, təkfir məsələsi, hökm məsələsi. Əhl-i sünnə və cəmaə da bu məsələlər böyük məsələlərdir və bu məsələlərə elm əhli qarışır. Hər avam yox. Çünki fikir verirsən ki, xavariclərdə elm olmayıb. Təsəvvürlə o vaxtkilər hafız idlamı. Lakin Zəratəşlər, indikilər, oxşayanlar necə? Çoxsu Quranı oxuyamır ərəbcə. Maşallah. Və şeyx buyurur ki, onların sifətlərini həmçinin müsəlmanlara qarşı silah qaldırmaq, müsəlmanları təkfirləmək. Və onlar bunu ehtiqadla edirdilər. Ehtiqadla əməllə. Yəni, onların bu fikirlərə ehtiqad edirdilər. Eləsi var, ehtiqad nə eləmir? Pula görə deyir, məsələn, bir şey və ya bir neyəsə görə deyir. Və ya bozbaş yeməyə görə, məsələn, belə deyir. Məsələn də, amma onlar yox, onlar ehtiqadla deyirlər, əqidənə. Və elə fikirləşirdilər ki, onlar Əli ibn Əbi Talibdən çox bilirlər. Elə fikirləşirdilər Əli ibn Əbi Talibdən, Əli ibn Əbi Talib hökm məsələsini bilmir və deyirdilər Əli ibn Əbi Talib bax, hökm məsələsini bilir. Onu kafir saydılar. Əli ibn Əbi Talib Muaviyyəni. Və sonra hətta olan babaları, yəni bu fikrin daşıyanların Zülxüveysira hətta Peyğəmbərlə razı olmamışdı. Ona görə həmişə bu xavariclərin sifətlərindəndir. Narazılar. Belə üzlərində yazılıb böyük hərflərlə. Yəni, tanımaq olur. Bir tərəfdə yazılıb, bir yanında yazılıb narazı, o üst tərəfində də yazılıb naşükür. Böyük hərflərlə üstə. Lakin bunu ancaq bilənlər oxuyur. Bunlar narazı olurlar, özdə dünya malı üstə. Zülxüveysirə Peyğəmbər salasını deyir ki, bəs adil ol. Peyğəmbər də sallallahu aleyhi ve sellem deyir, ay, subhanallah, məndən adil varmı insan yer üzündə? Rasul sallallahu aleyhi ve sellem ittiham edir ki, Peyğəmbər salası adil deyil. Və başqaları necə? Və onların quyruqları da həmən şeydir də. Bəli. Və burada sonra şeyx buyurur ki, rahiməhullah, Muhammed ibn İbrahimin rivayətində deyir ki, Peyğəmbər sallallahu eşitdim ki, bir qövm çıxacaq, namazı namazımıza oxşayacaq, orucları orucumuza, əməlləri əməlimizə, və lakin bu din, Quran da oxuyacaqlar, və lakin Quran boğazlarından yuxarı çıxmayacaq olan. Yəni, başa düşməyəcəklər. Hələ oxu çatmayacaq ağıllarına, düzgün başa düşmək. Necə Şeyx Albani deyir, rahiməhullah. Deyir, onlar oxuyurlar Allah və Rasulun, və lakin başa düşmürlər Allah və Rasul nə deyib. Və deyir ki, bu dindən çıxacaqlar necə ox yayından çıxır. Buxari Müslim. Başqa rivayətdə deyir ki, Abdullah ibn Əbi Avfa rivayətində Peyğəmbər salsın deyib ki, xavariclər cəhənnəmin itləridir. Xavariclər cəhənnəmdə itlərdir, cəhənnəmin itləridir. Deyəsən, orada kafir, belə hürürlərdi orada, kafir sözünə. Aydın mı? Və sonra Şeyx İbn Cəvzi rahimehullah başlayır onların rəyləri barədə. Və bu məsələ qalsın inşallah gələn dərsimizdə Allah bilir. Şeyx İbn Cəvzi rahimehullah batinlərdən danışır. Və şeyx deyir ki, batinlər neçə növdir? Var İsmaililər, var Babəkilər və biz
keçən dərsdə qeyd etdik ki, Babək zina uşaqlarından biridir, yəni zinadan olan əslində. Yəni, fasiqin biri idi, kafirin. İslam igidləşdiriblər bizdə. Ancaq fasiqin biri idi. Və həmçinin dedik ki, 80 minə yaxın adam öldürür və ya 50 minə yaxın. Cürbəcür. Və gözəl qız görəndə və ya bir şey götürərdi özünə. Ev əhli razı olmayanda öldürərdi ev əhlini. Belə zalimkar olub biraz. Biraz o əməlli başlayıb. Və hicrətin təxminən 223-cü illərində Muhtasım rahiməhullah tuturlar sonra onu əllərini kesirlər ayaqlarında və rəngi başlayır saralmağa tutur, qanı çəkir üstünə. Deyirlər ki, nöş çəkirsən, deyir ki, görməsinlər ki, yəni rəngim saralıb da. Yəni mərd olur, düzdür bu cəhətdən. Lakin əqidə cəhətindən və əxlaq cəhətindən mundar olur. Və əlhamdülillah məhvili ilə öldürürlər onu, kesirlər sonra başın. Lənəhumullah. Və o vaxtdan qalır Babəkilər. Belə firqə, batini firqələrindən biridir. Sonra həmçinin Şeyx deyir ki, rahmanullah, batini firqələrindən də biri qaramitlərdir. Qaramita. Allah tarixdə də belə tanınıblar. Bu da təxminən hicrət tarixinin 3-cü əsrlərdə, 4-cü əsrlərdə bunların belə əsas yəni özlərini göstəriblər. Və bunlar da zülm eləyiblər müsəlmanlara. Çoxlu müsəlman öldürdülər. Və təxminən deməli minlərlə müsəlman öldürməndən sonra həmçinin məscidləri dağılar olublar bunlar. Məscidləri dağılırlar. Quranları yandıranlar olublar. Və sonra olan başçılarından biri olur, qübbə tikirlər, başında da bir dənə quş qoyurlar. Deyirlər, inşallah bu uçanda bu gör ki, diriləcək. Sonra bir dənə də at da qoyublar heykəli yanında. Deyirlər, qiyamətdə qalxanda atı minib gedər. Yəni, bundan sonra başlayıblar onlar həmişə qəbir yanında at, heyvan şəkilləri qoymağa, heykəlləri. Yəni, at olmasa ayaqla gedəcəklər bir. İndi olsa ilə maşınla qoyardılar. Müsəlmandır, batini firqədə kafirdirlər də, müsəlmanlar, deyirlər, müsəlmanıq biz. Bunlar da ən təmiz müsəlmanıq. Ən təmiz, hə. Onlar elə gəlir, şeytan elə göstərir bunlara. Babək mundar, yox, müsəlman da var, kafirdir. Deməli, sonra oğlu, deməli, əsas da bunların nəslində qaramitlərdə İbn-i Tahir və ya Əbu Tahir. Bu əsas seçilir. Bu gəlir Kəbəni dağıdır. Həc vaxtı həc girir qoşunla Məkkəyə. Kəbəni dağıdır. Və müsəlmanları öldürür. Və qara daşı götürür, aparır Bəhreynə. İndiki Allah bilir, Bəhreyn, deyəsən indiki də Allah bilir. Çünki əslində bunların əsli Kufəllərdir hamısı. Şərəhli, şər torpağı. Götürürlər, bir 22 il təxminən qalır daş orada. Düzdür, Kəbəni tikirlər, lakin sonra Fatimilər Məkkədə hökmranlıq edir, Fatimilər. Onların əmiri xahiş edir ki, Əbu Tahirin oğlundan, artıq Əbu Tahir həlak olur. Deyir ki, bəs daşı istəyirlər, pul təklif edirlər, lakin oğlu pul götürmür, daşı qaytarır. Kəbənin daşını. Və təzdən gətirib qoyurlar Kəbənin divanına. Kəbəni dağıdırlar, indi Allah verir və s. Batində şeytan da istəyib olaraq. Həmçinin yəni firqələrdən, batini firqələrindən xurrəmilər, həmçinin təlimilər və s. Və bunlar biz dedik ki, bunlar demək istəyirlər ki, şəriət batil və zahir var və zahir biz başa düşmürük. Və nə üçün deyiblər batın var? Çünki zahirdə heç nə tapıyıblar özləri üçün. Ona görə. Deyiblər batın var. Batın da qayda yoxdur, bomboşdur, qaranlıq, zülmət. Ona görə hara istəyən get, nə istəyən danış. Məsələn, deyiblər,
Elhamdülillah Rabbil Ələmin, bu dəlildir ki, yanvarın 25-i məsələn bu ağac bitəcək. Deyirsən, bu nədir? Elhamdülillah Rabbil Ələmin mənası başqadır. Yox, deyir, bu batini mənasıdır. Və belə başlayıb firqələr çıxmağa, başlayıblar hər kəs öz əqidəsini şey eləmək. Deyəndə ki, bəs Quranda zahir buna dəlalət etmir, deyir, bunun batini mənasıdır. Anladın? Yox ki, Quran bacardıqca gərək zahirən götürürlər. Aydındır? Bacardıqca gərək zahirən götürürlər. Yaxşı, Allah bilir. İnşallah şeyx yenə iblisin vəsfələrindən firqələri necə vəsfəsələyib, davam edir. Qalsın gələn dərsimiz. Allah bilir. Rahim, elhamdülillah, Rabbil alemin. Salatu və selamu alə əşrafil əmbiyyə müsəlin. Seyyid-i Muhammedin və alə əlihi və sahbihi əcməyinə və bəd. Sonra Şeyx Rahimullah ibn-i Cəvzi o vaxt ki batinlərin əqidəndən danışdı. Yəni batini bildiniz ki, batinilər yəni onlar ki deyirlər ki Quran həm zahiri mənası var, həm batini və zahiri batində müxalifdir, gör ki, və ya batini zahirində müxalifdir. Və nə üçün dedilər bu sözü? O vaxt gördülər ki, zahirdə heç nə yoxdur onlar üçün. Zahirdə olmadığına görə, hətta hədislər də var, batindən, düz namısı uydurmadır. Gör ki, Peyğəmbər salsın vurub, Quran 7 dənə batini var. Və hər 7 dənə də 70 dənə batini var. Köşdür ki. Və müşkül məsələ nədir batində? Qayda yoxdur batində. Zahirdə kimi. Batin qaranlıqdır axı. Zülmət də işini görünmür. Ona görə o tayfalar ki batinilər olur, batini firqələrindən, onlar da əcaib şeylər görmüsən. Məsələn, təfsirlərinə baxanda onların əcaib şeylər görsən ki, məsələn, ayə başqa şey deyir, bu tamam başqa şey deyir. Və təbii ki, zahirən ayə heç bir şey eləmir, olan xeyrinə, Allah batinlə heç bir qayda da yoxdur batində. Yəni, usul, əsas, hansı ki, əsaslanmalıdır və s. Fəqət fikirlərə əsaslanır və fikrə uyğun, hansı ayə oxuyur, fikrinə uyğun şərh eləyir. Baxır. Və sonra Şeyx Rahimullah bu bidətdən danışır və deyir ki, ümumiyyətlə, onların əsli məcusilikdən gəlir. Məcusilik və s. bütpərəstlik, fəlsəfə, ilhadlıqdan. Və necə qeyd etdik, məsələn, Babəkilər və s. bunlar hamısı məcusilərin miraslarındandır, fikirlər. Və bu gətirim nəyi çıxardır? Batinlərdə elə var ki, Allah'ı inkar edirlər. Allah'ı inkar edirlər, elə var Peyğəmbəri inkar edirlər, sallallahu aleyhi ve sellem. Və sonra Şeyx Rahimullah burada olan hiləliyindən danışır. Yəni, onlar dəvətlərində hiləyə çox vaxt əl atırlar. Və məsələn, bu çox firqələrdə var, salat əhlində. Onlar ki, haqq deyirlər, onlar həmişə hiləyə əl atırlar. Məsələn, hər adamı dəvət eləmirlər. Məsələn, oturub baxır, görün ha, bu məsələn dəyər dəvətimizə. Məsələn, yaxşıdır, bunu biraz belə baxışlar, belə biraz yaxşıdır. Bundan istifadə eləmək lazım. Bunu tora salmaq olar. Və başlayırın onun üstündə işləməyə. Bu bizim firqələrdə də var, bizdə olan ixvanlar və s. Onlar da hər adamı dəvət eləmirlər, görürsən. Hər adam da, məsələn, qıraqda oturub baxır, görür hansı, məsələn, belə yaxşıdır, belə biraz şeydir və təzədir və başlayır, mümin gecənin nağılandan danışmaya. Adam təzə oxulanda çox şey qulaq asıraq, seçə bilmir. Bu mümin gecədir, mələk mümindir, yoxsa Quran sünnədir. Və görürsən, düşür, gelir iblisin dostlarından olur. Ümumiyyətlə, bu məsələ, bu hilə məsələləri var bəzi təriqətlərdə müasir. Və şeyx də deyir ki, onlar məsələn hilələndəndir. Hər adamı da dəvət etmirlər. Və
Sonra şeyx həmçinin sələfin sözlərini getirir burada ki, batiniyə firqələri əslində zahirdə İslamdadırlar, amma daxildə isə İslamdan çıxmışlar sayılırlar. Yəni, batiniyə firqələri. Olan ki, yəni batiniyə firqələri mənsubdurlar, onlar zahirən müsəlmandırlar, lakin batinən subhanallah. Qaranlıqda işığı yoxdur ona görə. Düzdür, Quran biz bacardığımızca Quran, Allah subhanət hələ Quranı vəsifləyən dedi ki, aydındır. Yəni, özdə deyir ki, ərəbcə yolladıq, ərəbcə başa düşəsiz. Yəni, İngilizcə yollamıyor. İngilizcə gəlsəydi, Qureyşə heç də başa düşmüyor, bu nə dildir? Ərəbcə gəldi, özdə elə ərəbcə gəldi ki, hamısı başa düşsün. Ona görə sahabələr, məsələn, ayələrdə demirdilər nöş belədir, məsələn, Asma və Sıfatda. Və ya, məsələn, bir şey gələndə ayə, demirdilər nöş belə. Çox bəzi hərdən soruşurdular. Təmiz ərəbcə gəlib, aydın. Yəni, desək ki, bu zahir, bu şey deyil, əsas batindir və batin zahirə müxalifdir. Təbii ki, onda Quran qaranlıq gəlib də, yəni aydın olmayan surətdə. Əgər hələ olsaydı, Əbu Cəhəl istifadə eləyərdi bundan. İstifadə eləyərdi, tən eləyərdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Buna bax, aydın danışmır bizə. Və bu nə deməkdir? Zahirdə belə deyil ki, sonra batin də var, belə. Aydın, yəni Qureyş istifadə eləyərdilər bundan. Onu göstərir ki, yəni Quran açıq aydın gəlir və batinə ehtiyac yoxdur. Çünki zahir aydındır. Aydındır. Və sonra Şeyx Rəhməllah burada yəni bu zəlalət əhlinin üsullarından danışır. Necə Quran sünnədən kənarlaşıblar. Və sonra Şeyx Rəhməllah İblisin necə alimlərə vəsvəsələrindən danışır. Elmi fənlərə, İblisin vəsvəsələri. İblis ümumiyyətlə hər məsələyə girir. Hər məsələlərlə, hər bir elmi sahəyə İblis qarışır və orada başlayır vəsvəsələr elmiyə. Və Şeyx Nurullah indi başlayır sonra o məsələdən danışmır. İnşallah qalsın gələn dərslərimizə. Sonra Şeyx İbn Cəvzi Rəhməhullah bu təzə fəslə başlayır. O da Şeyx indi danışır ki, İblis necə elm əhlinə və ümumiyyətlə elm fənlərinə vəsvəsələrindən. Və İblis bir dənə cahilə vəsvəsə vermir. İblis həmçinin elm əhlinə də vəsvəsə eləyir. İblis elm əhlinə vəsvəsəni daha da çox eləyir. Çünki elmin əhlinin zəlalətə gedməyi İblisə daha sevimlidir 1000 dənə cahilin zəlalətə gedməyindən. Ona görə elm əhlinlə çox vaxt işləyir və məsələn çalışır ki, çox vaxt ixlası korasın. Gəlib Rasul sallallahu əleyhi və səlləm kim elmi öyrənir ki, mübahisə eləməyə və cəmaatı öz tərəfinə çəkməyə, qiyamət günü cənnətin iyi gəlməyəcək ona. Hansı ki, 40 illik yoldan cənnətin iyi gəlir. Ona görə elm məsuliyyətdir. Kim bir şey öyrəndə onun üzərində məsuliyyət daşıyır, soruşulacaq. Ola bilər, elm fayda versin insana qiyamət günü, ola bilsin, hələ oxuduğu elm onu cəhənnəmə aparsın. Və Şeyx həmçinin buyurur ki, bu məsələdə şeytan hərdən elə vəsvəsələr verir ki, açıq aydın məsələlərdə. Açıq aydın məsələlər ki, vəsvəsə verir o məsələdə. Yəni, nəinki gizli məsələlərdir, qaranlıq məsələ, ağır. Şeytan yəni hətta açıq aydın məsələlərdə, yüngül məsələlərdə vəsvəsə verir. Və burada Şeyx Rəhməllah birinci qarilərə necə vəsvəsələrindən danışır. Yəni İblisin, qarilər yəni Quran oxuyanlara. Quran oxumaq da məsuliyyətdir. Ən birinci qiyamət günü Allah subhanət hələ Quran oxuyanlarda hesaba çəkəcək. Və burada şeyx bu vəsvəsələrin cürbəcür növlərindən danışır. Deyir ki, ən məsələn vəsvəsələrindən qarilərə, İblisin o qiraətlərlə məşğul olmaq. Oturur gecə gündüz 7 cür qiraət,
şaz qiraətlər, vaxt keçir, aparır, elmin sərfilir buna. Ola ki, vacib olan məsələlər qalıb qıraqlar. Və ya məsələn, daima əzbərləməyə fikir verir, daima, lakin namazın əhkamlarını bilmir. Bu iblisin vəsvəsələndəndir. Və ya məsələn, hətta qiraətdə şişirdir məsələn, xüsusən hərflərin məxrəclərində. Toxunub elm əhli buna, bəzi qarilər görsən, məxrəclərində çox şey edirlər, şişirdirlər həddindən artıq. Məsələn, görürsən, məsələn, sad əlifin. Görürsən, məsələn, hərdən gör ki, bu sad hərfini çıxardır. Və ya məsələn, aynı hərfin həddindən artıq şişirdir, məxrəcindən çıxardanda. Və biz bilirik ki, aynı hərfi boğazının dibindən çıxardır, bu da dabanından çıxardır. Ayn, belə dəhşət. Allahu Akbar. Vallahi şeytan vəsvəsəsidir. Şeytan vəsvəsəsi. Bu da vəsvəsələrdəndir. Və Həsən-ül Basri ona görə deyir ki, rahiməhullah, Quran nazil oldu ki, Quran'a əməl etsinlər. Və lakin, fəqət qiraətlə əməl etdilər. Oxumaqla. Yəni, başqa şeylə əməl etmədilər. Düzdür, Quran nazil olma oxumaq, lakin bir də oxumaq nazil olmayıb. Həmçinin əməl üçün nazil edib. Və məsələn, sonra Şeyx Rahimullah, məsələn, qariləri vəsvəsələndən Quran oxuyanda ayrıca bunun üçün təntənəli bir şey keçirmək, yiyib içmək, odun qalamaq, bir dənə meclis vermək, bunlar hamısı vəsvəsələrdir, iblisin, qarilərə. Bunlar hamısı vəsvəsədir. Gör ki, bunlar İslamı izzətləndirirlər, yüksəldirlər. Aksinə, İslamı ilə alçaldırlar. Çünki bir dənən İslam yüksəlməz. Bir dənən əskilərlə zat. Və ya məsələn, gecə-gündüz Quran oxumaq. Bu da bəyənilmir çox, hansı ki, başqa məsələlər bilmirsənsə. Məsələn, necə dedik, adam var gecə-gündüz Quran oxuyur, namazın əhkamlarını bilmir. Eyibdir. Aydındır. Ümumiyyətlə, təbii ki, ixlas olmalıdır. Həmçinin vəsvəsələndən elm öyrənir və Quran oxuyur ki, görürsünlər, dəhşətdir filan kəs. Bu da vəsvəsədir iblisin. Və insan özündə nəsə görmək böyük şey. Ona elə gəlir ki, bu dəhşətdir. Bu da iblisin şək yoxdur ki, yolunda olmalı dəlillərdən biridir. Həmçinin gəlib ki, bəs məkruh görüb elməhli Quranı çox belə mahnıya oxşatmaq. Oxusan, müəzzinlər bu saat, elbsən bir xanəndə oxuyur, minarədə dayanıb, müğamat deyir. Ki, cəmaatın xoşu gəlsin, nə yaxşı müğamat deyir, Allah ürəyimizi yatdı. Bu da iblisin vəsvəsələrdəndir. Ona görə İmam Əhməd məkruh görüb, Quranla belə eləmək, müğamət demək Qurandan. Az qalı aman-aman desin. Söhbəti iblisin vəsvəsələndir. Lakin Şafi Rahimullah icazə verib buna, Quranı biraz belə əyib, belə bükmək, bu cür belə biraz avazını oxumaq. Lakin təbii ki, Şafi əgər görsəydi bugünküləri deyərdi, bu da məkruhdur. Belə olmaz. Həmçinin vəsvəsələndən Quranda qari elə başa düşür ki, bu cəhənnəmə düşməyəcək, ki, Quran əzbər bilir. Bu da vəsvəsədir. İblisin vəsvəsələndən. Çünki gələn birinci qarilər düşəcək cəhənnəmə. Ona görə düzdür, burada müəllif Rahiməhullah İbn-i Cavzi bir dənə rivayət gətirir, bilməm səhihdir, Allah bilir. Deyir ki, bəs Bəkir İbn-i Hubeyşdən deyir ki, cəhənnəmdə bir dərə var, hər gün cəhənnəm özü o dərədən Allaha sığınır, istihazə edir 7 dəfə. Və sonra o dərədə də bir dənə quyu var. O dərə ilə cəhənnəm özü o quyudan 7 dəfə istihazə edirlər gündə. Allah subhanət aləyə. Və o quyuda da bir dənə ilan var. Quyu özü
dərənlə və cəhənnəm o ilandan 7 dəfə istihazı edirlər Allah subhanət hələ. Və deyir, ən birinci deyir, ora atacaqlar Quran oxuyanları. Subhanallah. Deyəcək ki, Quran oxuyan çağıranda ki, deyəcək, ya Rabbi, bütpərəstlər, kriştaytlar qoymusan, Peyğəmbər elan edənləri gəlin mənə şeylirsən. Deyəcək ki, subhanallah, siz bilirdiniz də. Onlar bilmirdilər, lakin siz bilirdiniz axı. Bilən əzabı ağır olacaq, qiyamət günü. Cahillər düzdür, onlar üçün əzab var, kifayət qədər. Ola ki, bilənlər üçün dəhşət olacaq. Çünki bilənlə bilməyən bir deyil axı. Aydındır. Və burada Şeyx Rahimullah İblisin vəsvəsələrindən danışdı qarilərə. Sonra hədis əhlinə necə vəsvəsələr eləyir.